Hər vaxtınız xeyrə calansın istəhlilər. Xoş gördük hər birinizi. Bugün yenə bir ocaqdan, ulu bir nəsildən qucaq dolu söz-söhbətlə gəlmişik görüşümüzə. Yaxın əyləşin, gözünüz, qulağınız bizdə olsun. Hər şeydən əvvəl 30 il ağrılı, acılı vətən həsrəti ilə yaşayan, bu il cənnət Kəlbəcərimizə köç edən həm yerlilərimizi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm. Gözləri aydın olsun, yurt yuvaları bin bərəkətli, çeşmələri axar, ocaqları yanar olsun inşallah. Uca Tanrım ellərimizə bir də pis gün göstərməsin. O hayqaraçı tayfalarının ayağı bir də bizim müqəddəs torpaqlarımıza dəyməsin inşallah. Palat kimi köhlü köməçli ellərimizin yazılmamış qanunları, yol göstərən ağsaqqalları, dili dualı ağbirçəkləri olub. Öyüd nəsihətləri min illərdir, nəsillərdən nəsillərə ötürülərək, əsrlərdir yol gələn bu dühaların sözünü dinləyən oğul uşaqlar yarayanlardan, qocalıb qarayanlardan olublar. İnşallah ki, qədim qayım ellərimizin bu ənənələri axarlı olar. Bugün yenə sizlərə Ağdabanlı şair Qurban Yetirməsi, Haqq Qaşığı, görkəmli el sənətkarı, Ozan, Ustad, Dədə Şəmşirin nəsihət dolu şiirlərindən birini ərmağan gətirmişəm. Şeir biraz duzlu məzəli olsa da, qanam üçün çox tənqidi, düşündürücü, öyüd nəsihətlə dolu misralarla zəngindir. Bilənlər çox yaxşı bilirlər ki, dədəmiz elində, obasında, evində, onu tanıyanlar arasında çox hörmətli, sözü keçən, sayılıb seçilən ağsaqqallardan, müdriklərdən olub. El dili ilə desək, bir kəlməsinə bir qan bağışlanıb. Həm sənət, həm şəxsiyyət baxımından Dədə Qorquddan sonra ilk dəfə dədə adını, dədə titulunu ziyalılarımız, şairlərimiz, qədir bilən ellərimiz Şəmşir babamıza rəva görüblər. Sizi inandırım ki, qədir bilən Kəlbəcərlilər arasında elə möhtəbər ziyalılar, elə ağsaqqallar, elə ağbirçəklər görmüşəm ki, bir şəmşir deyəndə dillərindən min şəmşir eşitmişəm. Dədəmiz də ki, evindən, ocağından, həyat yoldaşı güllüsündən, oğlundan, qızından yarayan kişilərdən olub. Xalq şairi, hamımızın çox sevdiyi, sözün aslanı, həm yerlimiz Məmməd Aslan deyirdi ki, dünyada az şair tapılar ki, Dədə Şəmşir Güllü nənədən yarıdığı kimi yarısın. Məhz bu qəbildən, bu müqəddəs ailəyə bələd olanlar dədəmizi bütün Türk dünyasının şeyxi Şeyx Şamillə qoşalaşdırırdılar. Ədəb ərkanlı, abır həyalı 5 oğul, 5 qız böyüdən bu ailəyə həsəd aparanlar da çox olurdu, bu məktəbdən bəhrələnmək istəyənlər də. Dədəmizin də ki, evinin qapısı xalqın üzünə açıq olardı. Kimin evladı sözünə baxmazsa, gətirib babamızın evində qoyardılar ki, bu evin abu-havasını götürsün, təlim tərbiyəsini keçsin. Ən çarəsiz, sağalmaz xəstələri dədə sazının sehrinə salar, ruh yüksəkliyi verərdi. Ən çəpalı bitkilərdən bir loğman kimi dava dərman düzəldərdi. Tanrı ona o qədər uzaq görənlik nəsib etmişdi ki, bir çox mətləbləri çox-çox əvvəlcədən yuxusunda görərdi. Günlərin bir günü kənd sakinlərindən bir qadın çox tənbəl, sözə baxmaz, heç bir işə gücə yaramayan oğlunu gətirir dədənin yanına ki, Şəmşir qağa, məni başına dola, bu qədəyə bir əl aç qıl. Nə söz eşidir, nə bir işə gücə yarayır, özü kimisinin də birini tapıb gətirib, günümüzü, güzaranımızı ahuvaya döndərib. Dədə ola, kimin kim olduğunu bilməyə. Ürəyində biraz götür-qoy etdikdən sonra qadının qəlbini qırmamaq üçün deyir ki, 1-2 gün gəlib getsin, uşaqlara qoşulsun, görək nədir, nə deyil. Heç zat, nə olasıymış ki, qoz beli heç qəbir də düzəltməz. Bu əhvalatdan uzun bir aradan sonra tənbəlin anası simsiz teleqraf kimi kəndin ayağından başına, başından ayağına hay vurur ki, oğlumu apardım Şəmşir kişinin yanına, nə mənə bir söz dedi, nə mənə bir yol göstərdi, nə də ki bir əl aç qıldı. Şairin də gücü nəyə çatar? Kağıza, qələmə.
Durub kəndin sözbazı ilə sözləşməyəcək ki, qələmi kağızı götürür, tənbəlliyin tərifini necə yazırsa, ellərimizin dilində dastana dönür. Deyirəm xəbərdar ol işindən, avaral odur. Tənbələ yoxdur məkan, əgər getsə haralı odur. Bax arıya, qarışqaya, sən də işə yaralı odur. Dovşan yatır il uzunu çatıb hansı varalı odur. Söyüd, ulğun, çinar, vələs yetişmədi varalı odur. Yatmaqdan bir də görüm hansı bir nəf gələr sənə. Dost görər töhmət edər, düşmən görər gülər sənə. Lal, kar hədyan deyər, rixşənd edər şillər sənə. Eşidib lənət oxuyar, həm obalar, ellər sənə. Bu sözü almır vecinə, çəkilsə də daral olur. Tənbəl tamam divanədir, kamaldan da çox az olar. Çıxacağım bilsə əgər, geyindiyi atlaz olar. Əqildən kəm, hünərdən az, danışıqdan çox saz olar. Bir dakika papaq geyər, corabında qotaz olar. Elə köpər tuluq kimi dönər boşda qaral odur. El yeriyir öz karına, sən də elin dur səsinə. Oyanır insanlar hamı səhərin bu dür səsinə. Nəbalətlər baş qaldırır nobaharın nur səsinə. Yaz olanda məşğul olur qurbağalar qur səsinə. Yay kölgəsi yuxu yatır, qışda batır qaral odur. Yer yaran, daş qoparan qəhrəmanlar əlləridir. Ellərimiz əlbir olub, zəhmətindən dağ əridir. Zəhmət insana dərmandır, iş bədənin cövhəridir. Bu azadlıq, bu saadət igidlərin hünəridir. Digəl qoşul bu yarışa, et dərdinə çarəli odur. Tanımaz xeyri şəri durub elinlə güləşər. Tək inəyi buzov saldı, gördüm özüm demirəm şər. Fələk bunu nə yaradıb, bəlkə bilə deyə bəşər. Yalısı yağıl olar, keçiləri qotur düşər, vurub əzdirər başını, verər çomaqlar odur. İveclər, bekarçılar, onlar hər bəlaya düşər. Qoyunların qurda parar, həzrə gülər, qalar naçar. Öküzü ülkəyi olar, yolda yük altında uçar. Toyuğunu quş götürərək, bulağı qapıdan qaçar. Qıy vurub öz-özünə, çəkər bir ahnaləl odur. Lodurun arvadı da örtməz layıqlı başını. Zibil çıxar boğazına, toz bürüyər farmaşını. Dindirərsən zəngil deyər, ancaq ağardar dişini. Qoşular şaqşanaya, yada salmaz ev eşiyi. Gülər çöldə evcik tikən, körpə uşaqlar odur. Yaramaq xeyrə şərə lazımdır hər an kişiyə. Görən bilən deməlidir, əlbəttə əhsən kişiyə. İnsan desəm tutmaz dilim, çətinsə yaban kişiyə. Mən necə kişi deyim, arvaddan qorxan kişiyə. Bu sözüm dəmirdi sənə, vermişəm apar al odur. Xəstə ki danlamayın, canı ki sağdır işləmir. Özü öz sinəsinə çəkir bir dağdır işləmir. Namusdan ya qeyrətdən bəlkə uzaqdır işləmir. Zəhmətin barı insana solmaz bir bağdır işləmir. Təsərrüfatdan əli üzür, düşür işi daralı odur. 1942-də Şəmşir sözüm oldu tarix. Ariflər mətləb duyar, komandirlər gözlər marıq. Lodurun bir danası qış yarıda düşdü arıq. Çarığını it aparar, gəzər əlində tay çarıq. Qonşuda biz bıçaq gəzər, yalvara yalvara lodur. Hə istəhlilər, hamılıqca inanırıq ki, çox keçmədən yurttaşlarımız düşmən əli ilə yağmalanan yurt yerlərimizi əvvəlki şöhrətinə qaytaracaq. Yerində yurdunda ünvanlıq qazanan kişilərin nəvə nəticələri o ocaqları yenidən yandıracaq. Ləkəsiz boyaqsız el qızlarımız, igid oğullarımız ata-babalarının ad sanına layiqli nəsillər yetişdirəcək. Səxavəti, duzu, çörəyi, vətənpərvərliyi, qonaqpərvərliyi ilə kəlbəcər edən ulu kişilərin ruhaniyyət aləmi yenidən ellərimizə qayıdacaq.